Sabahın xeyir Azərbaycan. Gəlin birlikdə maraqlanaq. İnsanlar hansı avtomobil markalarına daha çox üstünlük verirlər? Benim için ne değil, benim için ayağımı yerden götüren bir maşın olsun ki bilim ki budur. Və sizindir, şəxsidir. Şəxsidir. Yapon avtomobilləri. Mənim də öz maşınım var. 97-ci ildəndir Jiguli 04. Mən ona üstünlük verirəm. Vəziyyəti yaxşıdır, yəni rahat gedib gəlir Yaxşıdır, bilirsiniz. ona baxmaq lazımdır. Baxanda işləyir, baxmayanda işləmir. Amma bu təzə gələn avtomobillər ki var, çoxu yolda yanırlar, çoxu xarab olurlar, çoxundan hastalar baş verir. Heç o sürücünün onda başına çıxmır. Benzin avtomobillərə daha çox üstünlük verirəm. Özüm də benzin avtomobil istifadə edirəm. Elektrik avtomobillər yəni dövrümüzdə inkişaf eləyir, amma hələ ki məncə özünü doğrultmayıb. Siz şəxsən hansı avtomobillərə üstünlük verirsiniz? birinə. Ayaqlarıma. Heç yəni avtomobil Heç belə birinə. xəyalınız olmayıb ki, sürəsiz? Yox, heç birinə. Bu yeni nəslin şeylə ayaq uyduraraq mən fikirləşirəm ki, hibrid daha üstündən, ekonomdur. Bütün yəni daha az xərclə uzun yol gedə bilir. Həm də ki, fikirləşirəm ki, ətraf üçün daha xeyirlidir, daha səssizdir. Elektro avtomobilləri bəyənirsiniz? Olabilir, bəli. Hansı səbəbdən? Ən azından ekologiyaya mənfi təsir eləmir. Mənim xoşladığım Mercedesdir. Alman keyfiyyətini bəyənirsiniz? Hər halda inamım daha çoxdur onlara. Bizim yolları və bardurları nəzərə alaraq SUV əlbəttə ki, əlverişlidir. Mən SUV almışam və SUV sürürəm. Daha çox cip forma avtomobillər xoşuma gəlir. Çünki məncə həm daha komfortludur, həm də çətin hava şəraitində həqiqətən kömək edir, yəni hərəkət etməkdə bu yollarda. Həmçinin səhra və qumlu yollarda da yəni cip avtomobilləri əvəz olunmazdır. Mercedes. Məncə müasir dövrdə ən çox istifadə olunan hibrid avtomobilləridir. Mən də öz büdcəmə uyğun hibrid avtomobilləri sürməyə üstünlük verərəm.